Türmədə yeməyi satırlar. Və yeməyi elə verirlər ki, it də yeməz. Yeməyin duzunu da az eləyirlər çox vaxtı. Hər türmə rəisinin donuzxanası var. Donuz yeri var. Özünün də yeri var. Üstəlik ondan üst rəisinin də yeri var. Donuz. Qəsdən yeməyin duzunu az eləyirlər ki, cəmaat yemir də. Perlovanı duzsuz yeyə bilərsənmi? Perlovanı, qreçkanı verməşili duzsuz yeyə bilərsən? Yox. Yiysən də 2 qaşıq ölməmək üçün yeyərsən. Gedirsən türmənin içində həmən elə türməyə gələn produktlardan qəşəng yemək pişiriblər və satırlar. Həmən o duz töymürlər ki, o yeməyi də, qalan yeməyi də donuza versin. Donuz duzlu yemək yeyəndə ətini tökür, yağını. Duzsuz yemək yeyəndə, o piylənir donuz. Dəyələmər, bir halda ki, türmələrdə balalarımız günahsız ya da hakimiyyətin yaratdığı bu faciədən dolayı türmədə yatır. Türmələrdə qətliyamdır, türmələrdə işgəncə günün bir nizam qaydasıdır, türmələrdə hər şey satılır, hətta yatmaq, su da satılır. İndi da bundan artıq özünüz bilin. Dəyərli həmvətənlər, ölkəmizi azad eləməyin vaxtı yaxınlaşır. Ona görə mən bu mövzulara toxunuram. Hazır olun inqilaba. Sağ olun.